Bir günlük Gdansk gəzintimdə nələr oldu, haraları gəzdim. Gözəl başladı, amma sonu heç də gözlədiyim kimi bitmədi. Gəlin danışım. Səhərin gözü açılan kimi yola çıxıram. Çünki saat 6-da qatarım var idi. Əlbəttə ki, hər yeri gecikən biri olaraq yenə də qaçmağa başlayıram. Qatar stansiyası evimizə uzaq olduğuna görə avtobusla gedəcəm. Ona görə də dayanacağa gedib oradan da marşruta minirəm. Nəysə ki, çatıram və avtobusa minirəm. Burada gözüm şişib, səbəbi nəsə özüm də bilmirəm niyə. 2 gün idi ki, bəlkə ağrıyırdı və səhər oyananda gördüm ki, gözüm artıq şişib. Elə bil harayasa gedəndə mütləq ki, başıma nəsə gəlməlidir də. Axır ki, qatar stansiyasına çatıram. Burada biraz rahatam, çünki qatarın gəlməyinə hələ 20 dəqiqə var və qatar gəlir və öz vaqonumu tapıb yerimdə otururam. Kupedə hələ ki heç kim yoxdur, təkəm. Ürəyimdə dua edirəm ki, heç kim gəlməsin, rahat oturum. Kievdən Gdansk'a 6 saat yoldur, amma qatar birbaşa getmir Gdansk'a. Varşavada düşəcəm, oradan 1 saat gözləyəcəm, daha sonra növbəti qatara minməliyəm. Varşavaya çatmaq üzrəyəm. Gözəl yerlərdən keçirəm və nəhayət ki, çatıram. Varşava qatar stansiyasına gəlirəm. Ətrafı biraz gəzirəm, yeməyə bir şeylər alıram. Növbəti qatara doğru yola düşürəm. Burada da digər könüllü dostlarım var. Hamımız bir yerdə cümbür cəmaət gedirik gəzməyə. Yoldan pəncərədən baxıram, belə gözəl çəmənlikləri görürəm. Polşada hansı şəhərə gedirəmsə, hər yerdə bu yaşıllıqlar görürəm. Və nəhayət 6 saatın sonunda Gdansk qatar stansiyasına, onların dili ilə desək Gdansk Loniya çatıram.